Bismillah. Bürclərin 18 yanvara ən düz proqnozu. Qoç, bugün enerjiniz yüksəkdir. Gözlənilməz xəbər və ya zəng sizi sevindirə bilər. Pul mövzusunda ehtiyatlı olun, tələsməyin. Buğa, maddi baxımdan şanslı gündür. Gözlədiyiniz pul və ya fürsət gələ bilər. Axşam saatları ailə ilə xoş keçəcək. Əkizlər, söz söhbətlərə fikir verməyin. İşdə diqqətli olun. Səhv anlaşma ola bilər. Sevgi həyatında isə açıq danışmaq faydalıdır. Xərçəng, daxili rahatlıq tapırsınız. Köhnə problemlər arxada qalır. Pul baxımından kiçik, amma sevindirici qazanc var. Şir, diqqət mərkəzindəsiniz. İşdə irəliləyiş, yeni təklif mümkündür. Ancaq təkəbbürdən uzaq durun. Qız, planlarınız alınacaq. Xüsusilə maliyyə məsələsində düzgün addım atırsınız. Sağlamlığınıza da diqqət edin. Tərəzi, sevgi həyatında canlanma var. Subaylar üçün tanışlıq ehtimalı yüksəkdir. Pul xərcləyərkən ölçülü olun. Əqrəb, gizli qalan bir məsələ üzə çıxa bilər. Panik etməyin, nəticə sizin xeyrinizə olacaq. Pulda yüksəliş var. Oxatan, şans sizin tərəfinizdədir. Uğurlu dönüş və ya razılaşma mümkündür. Səyahət planı gündəmə gələ bilər. Oğlaq, işdən məsuliyyət artacaq, amma nəticəsi də böyük olacaq. Maddi baxımdan sabitlik başlayır. Dolça, gözlənilməz xəbər sizi sevindirəcək. Yeni ideyalar üçün əla gündür. Dostlardan dəstək alacaqsınız. Balıq, duygusal gündür. Qəlbinizə qulaq asın.